Haydara yakın. Bak üstü kapıda saklar. Oğlum şey... Lap qəşəng, sərin olsa, yağışsa sərin olsa. Burada xam adamlar da maşın süre bilmir ha. Qoy mən yenə söhbət açım ilk baharımdan Nəğməm ilə bir də keçim öz diyarımdan Bol bəhrəl muğan düzü mil Gözəllikdir. Tər güllər şəfalıdır, göy göllə səfalıdır Hər yanı gülşən Azərbaycan El qızlar düzüm düzüm kür qırağında Dostlar, mamam deyir ki, bura alverxanadır. Mən də deyirəm ki, ən çox satan məhsulların olduğu xırdavatlar olur. Uşaqlar üçün bütün aktivitelər var. Məsələn, burada belə kaçerlilər var. Bu mənə Bali'dəki Bali swingləri, kaçerlilərini xatırlatdı. Marojna çox ləzzətli idi, marojnaya dəyər. Burada da yenə uşaqlar üçün tramplin var. Uşaqlar üçün aktivitelər var. ATV var burada. Daha sonra biz bugün yemeğimizi bu kafede yedik.
Dostlar, biz axşam çayımızı isə bu restoranlarda oturub içdik. Çox qəşəngdir. Bu da mənzərəmiz. Deməli dostlar, bu da bir set götürdü. Bir çaynik samavar çayından. Bir dənə də yanında şəki paxlavası, limon, qənd falan daxildir. Cəmi 11 manat verdik. Mənzərəmiz də bu. Azərbaycanın bu çayı, təbiəti, şirniyyatı heç nə əvəz olunmaz. Və bu çayı harda içəsən, belə mənzərədə, Şəki yaylasında. Həqiqətən çox şükür ki, bu gözəllikləri görə bilirik. Vətənimizin bu cür gözəl güşələri var. Rəngi çayımız. İçində də limon. Paxlavamızın da dadına baxırıq. Ümumiyyətlə dostlar, mənim üçün bu qədər sadə deyə oturmaq otların üzərində, ayaq yalın yerdə, qarşımda dağlar var, yaşıllıq var, sakitlik, yavaşlamaq. Və düşünürəm ki, həqiqətən biz həyatımızı bu cür yaşamalıyıq, bu cür birləşmiş təbiətlə əlaqədə. Amma biz bunları çox unutmuşuq. O qədər bizim fikrimizi dağıdan, ətrafda insan tərəfindən qurulmuş texnologiya, yeniliklər, əyləncələr, amma əsl o saf təbiətimizi unutmuşuq. Və təbiəti sadəcə şəklini çəkmək, qarşısında şəklini çəkmək, sadəcə şəkil çəkib keçmək, duymaq. Əslində düşünürəm, xoşbəxtlik çox sadədir. Biz o fikir dağıdıcılarla, əyləncələrlə biz özümüzü davamlı xoşbəxt etməyə çalışırıq. Amma xoşbəxtlik bəlkə də bir nəfəs qədər çox yaxındır. Xoşbəxtlik bəlkə də çox kənarda axtarmayacağın qədər çox yaxındadır. Və sən nə qədər özünə qayıdırsan, öz bədəninə qayıdırsan, o əlaqələri bərpa edirsən. Çox şükür. Ümumiyyətlə, insan yaradılışında düşünürəm ki, bütün bilgilər var. Sadəcə biz həyatı çətinləşdirmək, sanki həyat çətindir yermiş kimi. Nələrəsə nail olmaq, inanclar, bunun səni inanclar da qurmuşuq ki, sanki həyatı çətindir yerdir. Sadəcə əslində qurtulmaq, nələrsə öyrənmək deyil də, bəlkə də unutmaq lazımdır.
Dostlar, ümumiyyətlə Şəki Yaylası otelində qaldıq. Biz standart otaqdır. İçərisini göstərmək istəyirəm necə görünür. Belə bir yataq var. Otaq balacadır. Belə domik kimidir. Çöldən göstərəcəm videosu necə görünür. Maraqlı görüntüsü var əslində. İçəridə isə belə kofe, çay, su, belə xaladenik. Güzgüdə mən. Daha sonra isə bir dənə də hamam tualet var. Məncə normaldır. Yəni düşünürəm ki, biz 2 nəfərə bir gecə 120 manat verdik. Amma bu qiymətə otağı çox yaxşı şəraitli yerlərdə qalmışam səyahət edən zaman. Amma ki, havası, bu təmiz havası, açılan bu mənzərə xüsusidir. Amma ki, dostlar, bu açılan mənzərə, bu təmiz hava, o qədər təmiz, gözəldir ki, hava. Düşünürəm ki, dəyər. Və axşam bu cür havada yatacaq, bu cür təmiz havanı udalda yatacaq. Ona görə dəyər düşünürəm. Bir qədər çabalayandan sonra setkanı yerinə taxa bildik ki, gecə azıqantları məhv eləməsin bizi. Və dostlar, otağımız bu şəkildədir. Mama ilə qalacaq bu otaqda. Bir dənə də ventilatorumuz var. Kondisioner yoxdur. Düşünürəm ki, heç olmasına da ehtiyac yoxdur. Çünki hava o qədər sərin və təmizdir ki, və ya düşünürəm ki, okeydir. Belə dostlar, hamam tualetdə göstərim. Yəni diş fırçası var, sabun, duş geli falan. Məncə normaldır. Yəni ehtiyacımız olan hər şey yerləşdirilibdir. Bura isə Şəki Yaylasının axşam görüntüsüdür. Səhərlər çox insan olur, dəhşət dərəcədə çox. Axşamlar isə çox adam qalmır. Səhərlər adətən bura gəlirlər, atraksiyonlardan istifadə edirlər. Axşamlar isə az sayda insan qalır. Ona görə sakitlik olur. Hava çox sərindir. Ətrafda isə belə işıqlar yandırıblar. Belə.
Salamlar dostlar. İlk məntəqəmiz, birinci gəldi Şəkixan sarayına. Və çox istidir bugün. Biz düşünürük ki, Şəki yaylası həqiqətən də çox sərin imiş də. Mərkəz çox istidir. İlk Şəkixan sarayına gəldik. Buradan düşəcəyik Karvansaraya. Ətrafı göstərim sizə. Belə aşağıdan gəlsəz gəzmək üçün küçələr var. Gəzə-gəzə gedə bilərsiniz. Bir dənə indi arada bir Dostlarım da gəldi. Əl işlərinin satıldığı. Əl işlərinin satıldığı sənətkarlar evi. Burada stendlərdə əl işləri var. Aksesuarlar, şərflər. Azerbaycanca bilirsiniz. Aha, çəkmək olmaz. Kaldı dramaga var. Neçə insan? 50 man. Amma həqiqətən yəni əl işi var burada. Bax, əllərimlə hazırlayıram. Bax, bu günlərimdə yaralanmışam. Mən çəkməyə də bilərsiniz, amma işləri çəkin. Burada o tut ağacı mən Instagram səhifəmdə onunla çəkə bilərsiniz. Paylaşa da bilərsiniz. Dayı özü hazırlayır əllərindən. Ona 15'ə, 25'ə fərqlidir qiymətlər. Qoz ağacından hazırlayır deyir, fərqli ağaclardan. Özü hazırlayır hamısını. Saat neçədir? O saat 120 manat. Dostlar, yeriyə gəldi Şəkixan sarayına çatdı. Belə aşağıdan yolla gəlirsiniz. Boyda çox qəşəng mənzərələr var. İndi gedəcəyik buradan bilet alacağıq. Görək qiymətlər nə qədərdir biletlərin. Mən olmuşam Şəkixan sarayında. İçəridə çəkiliş qadağandır yazılır. Qiymətlər. Aynen. 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 Öden şeyler. Deməli, dostlar. Yüzdelik insan. Şaman. Şaman da mı? Biletin 1-2 manat idi böyüklər üçün. Əgər tələbəsinizsə 1 manat, uşaqlar üçün pulsuzdur. Bir də belə bələdçilik üçün kağız aldım. O bayağı sıra var.
Niye? Çox qədim qoca ağacdır. Hürüyünə baxın. Köklərinin, gövdəsinin qalanlığı. Bunlar çınar ağaclardır, dostlar. İçərisini getdik, gəzdik. Mən çox bəyənirəm bu arxitekturamızı, detallarını, rənglərini, ornamentlərini. Məncə görməyə dəyər. Bu isə bağ ərazisidir. Dostlar, indi isə Şəki Xan Sarayından üzü aşağı yeriyə düşürük Kərvansaraya doğru. Çox qəşəngdir buralar. Mənzərəmiz. Dostlar, ikinci olaraq da Xan Sarayından yeriyə düşdük Kərvansaraya. Kərvansaray haqqında bir dənə maraqlı məlumat ki, bunun tikilməsi zamanı istifadə olunan daşlar evin temperaturasını soyuq saxlayır. Yəni yayda da evdə otaq soyuq olur, yəni sərin olur. Çox qəşəngdir. Və o zamanlar tacirlər İpək yolunun üzərində yerləşirmiş Şəki və tacirlər gəlib burada həm satış edirmişlər, həm qalıb dincəlirmişlər. Bu isə otaqlarıymış və heyvanlarını falan da burada saxlayırmışlar. Dostlar, bura həm də otel kimi qalmaq olur. İkinci mərtəbəsinə icazə yoxdur keçməyə. Ay, keçmişəm, indi də düşün aşağı. Hətta burada ramenci də var. Çox maraqlı şəkildə nə əlaqə. Mən ramen bu arada çox sevirəm. İndi isə dostlar gəldik Əli-Əhməd Şinyat evinə. Burası çox tarixli, nəsildən nəslə keçən bir
mağazadır və buranın şirniyyatları həqiqətən çox keyfiyyətli və dadlı olur. Paxlavalar falan. Gəlsiniz buradan ala bilərsiniz. Burada fərqli kurabiyələr də var. Şəkiyə məxsus. Bunların dadlarına baxacağım. Sadəcə biraz axşam tərəfi günorta çox istidir, getməyəcək. Axşam gəlib bunun şəkərparənin bir də kurabiyələrin dadına baxmaq istəyirəm. Dostlar, nə qədər yol yerimişik bir restoran üçün. Ümid edirəm ki, açıqdır və biz yeyə biləcəyik. Çox tarixi bir məkana gəlmişik. Sırf o yeməyi yemək üçün. Görək açıqdır mı? Açıqdır. Məkan buradır. Dostlar, gəldiyimiz məkan Ara Məmmədin xanasıdır. Bura çox uzun illərdir ailə biznesidir. Və cəmi bir dənə yemək pişirirlər, o da bitidir. Görək baxın necə olacaq. Dostlar, bitimiz gəldi. Görək dadı necə olacaq. Deməli, bir dənə pit alsa setin içərisində soğanı daxili turşunu da ayrı götürə bilirsiniz qarşı. Pitinin birinin qiyməti 8 manatdır. Eləyə biləcəm. Birinci suyunu tökürsən. Qapqaylar tutabilirsiniz böyle. Böyle çörək doğrayın. İçinə çörək doğru. Bəli, bir dilim doğrayın şöyle. İçinə bunu doğru. Sumaq tökdüm. Sonra bunları tökür, hə? Bəli, suyunu. Sonra, verəcək? bəli, suyuna çörək doğranılır gibi. Sonra ətin doğranılmış. Ətin də içində əzirik sonra. Boş qapda bəli. Bunu tökdük. Sağ olun. Buyurun, hoş olsun. Çok tatlı. Bak bakayım. Şimdi əzirik. O şabalıqdır. Cavalı. Cavalı. Suyuncu belə ayrıca yeyirik. Ətini də bir də əzirik. Çok sağ olun. Bu suya karıştırım yoksa ayrıca yiyebilir. Yox, əvvəl bunu sonra bunu. Belə nə tərsiniz yeyə bilərsiniz. Çok lezzetli bu arada. Sağ olun. Dostlar, həqiqətən gəlin. Yeməyə dəyər. Çox fərqli bir təcrübədir. Xüsusilə də hər şey göstərdilər. Necə yemək lazımdır. Belə söhbət elədik. Belə mütləq yanında turşusunu da götürün. Sizə izah etsinlər necə yemək lazım. Çünki nərmədə bit yemişdim, bəyənməmişdim, heç bəyənməmişdim. Amma bunu yedikdə ləzzət elədi. Qiymətləri də çox uyğundur. Yer çox səliqəlidir, çox mehriban insanlardılar. Mama da bəyəndi. Dostlar, son olaraq da Kiş Alban məbədinə gəldik. Buradan biletlər kassadan alırsınız. Bir nəfər üçün 2 manatdır. Xarici vətəndaşlar üçün isə 15 manatdır. De görək içərincədir.
Girmə, ora girmək olmaz, çıxarım. Dostlar, videoyu axşam saatlarında yerlənəcəkdə yerlənə bağlayacağım. Biz bugün Şəkinin mərkəzini gəzdik. İndi qayıtdıq Şəki yaylasına, otelimizə. Əgər sizə bu maraqlı oldusa vlog, kanalıma abunə olmağı, videoyu bəyənməyi unutmayaq. Çox çətin vəziyyətlərdə belə vloglar çəkirəm. Səhərin şaxtasında, günortanın istisində və həqiqətən bəzən çox yorğun hiss etsəm belə motivasiyalı olduğum üçün videolar çəkirəm, paylaşıram. Ümid edirəm ki, sizin üçün faydalı olur. Belə növbəti vloglarda görüşənə qədər özünüzə yaxşı baxın.